Kənd təsərrüfatının əsas sahələrindən biri olan istixana fəaliyyəti əvvəllər əsasən Şəmkir rayonunda geniş fəaliyyəti göstərsə də, artıq Ağstafa rayonunda da bu sahəyə maraq çoxalıb. Əməkdaşlarımız Ağstafa rayonunda Vüqar Kərimova məxsus istixanada olub. İstixanada əsasən pomidor məhsulu yetişdirilir ki, bu da yerli bazarlar ilə birlikdə xarici, əsasən də Rusiya bazarlarına ixrac edilir. İstixananın iş icraçısının sözlərinə görə bir neçə gün əvvələ kimi məhsulun 1 kiloqramının satışı 4-5 manat təşkil edirdisə, hazırda pomidor məhsulu 1, 5 və ya 2 manata satılır. Alıcılar da pomidor məhsulunun hazırki qiymətindən razı qaldıqlarını bildirib. Bizim 1 hektar panikimiz var, daha doğrusu istixanamız var, belə desəm. Hal-hazırda 8 dənə xanım, 4 nəfər də kişi işçilərimiz var. Sezon, bəli. İndi işin gedişatına baxır da, indi o dərimin çox olan vaxtı olur, əlavə işçilər olan vaxtı əlavə işçilər dəvət edirik, xanım işçilər dəvət edirik, gəlirlər. Ay ərzində 2 dəfə verilir. Ayın 15-i, bir də ayın axırı əmək haqqı verilir, özü də kartla verilir. Məhsuldarlıq necədir bax bu? Hal-hazırda yaxşıdır, çox şükür, pis deyil, yaxşıdır məhsuldarlıq. Yerli bazara çıxardırıq, öz şirkətimizin mağazalarımız var, onlara paylayırıq. Gündəlik işləyirik, ayda 2 dəfə pulumuzu alırıq. Qane edilir o pullar? Qane eləyir, sağ olsunlar, Allah köməkləri olsun. Pomidor almağa biz burayla işləyirik, elə pomidor götürürük, buradan pastayanı sağ olsun, elə sərf eləyir, həm qiyməti, həm pomidorun keyfiyyəti belə. Yerli bazar aparırsınız yoxsa? Bəli, yox, belə şəxsi obyektdir, şəxsi mülki obyekt, belə bazara da aparırıq amma. Qeyd edək ki, istixanada daimi olaraq 12 nəfər işlə təmin edilib. Pomidorun dərim zamanı ehtiyac olduqda isə əlavə işçilər də dəvət olunurlar. Könül Kazımova, Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.